2026-cı ilin fevral ayı bəzi bürclər üçün sevgi və münasibətlər baxımından yadda qalan dəyişikliklər vəd edir. Astroloqlar bildirir ki, bu dövrdə tənha olanlar yeni tanışlıqlarla həyatlarına fərqli baxış gətirə, münasibətdə olanlar isə bağlarını daha da möhkəmləndirə bilərlər. Astrobürc TV milli.az-a istinadən xəbər verir ki, fevral ayında şəxsi həyatında müsbət yeniliklər yaşayacaq bürcləri təqdim edir. Buğa. Fevral buğa bürcləri üçün romantik baxımdan sürprizlərlə dolu olacaq. Gözlənilməz bir tanışlıq qısa zamanda dərin hisslərə çevrilə bilər. Münasibətdə olan buğalar isə əlaqələrini daha ciddi mərhələyə daşımaq fürsəti əldə edəcəklər. Astroloqlar buğa bürclərinə sosial mühitdə daha fəal olmağı və yeni insanlarla ünsiyyətdən qaçmamağı tövsiyə edirlər. Şir bürcü üçün fevral ayı emosional baxımdan olduqca hərəkətli keçəcək. Gözlənilmədən qarşılarına çıxan bir insan həyatlarında xüsusi yer tuta bilər. Mövcud münasibətlərdə isə romantika və qarşılıqlı anlayış ön plana çıxacaq. Ulduzlar səmimiyyətin və diqqətin münasibətlərdə əsas açar olacağını vurğulayır. Qız bürclərini fevral ayında xoş dəyişikliklər gözləyir. Subay qızlar uzun müddətdir axtardıqları xüsusiyyətlərə sahib biri ilə tanış ola bilərlər. Münasibətdə olanlar üçün isə bu ay yeni mərhələnin başlanğıcı ola bilər. Astroloqlar qız bürclərinə ünsiyyətə daha çox diqqət yetirməyi və tərəfdaşlarının ehtiyaclarını anlamağa çalışmaları tövsiyə edirlər.